Azərbaycanın altındakı torpaq niyə heç vaxt sakitləşmir? Gəlin bunun səbəblərinə baxaq. Bu sualın cavabı əslində elə ayaqlarımızın altındadır, yerin dərinliklərində. Hər şey nəhəng tektonik plitələrin toqquşması ilə başlayır. Bu, bütün prosesin əsasıdır. Bu seismik xəritaya baxanda görürük ki, təhlükə ölkənin hər yerində eyni deyil. Baxın, risk 7 baldan başlayır və 10 bala, yəni ekstremal dərəcəyə qədər yüksəlir. Yaxşı, bəs ən təhlükəli, ən aktiv zonalar haradır? Gəlin görək. İlk olaraq Şamaxıya nəzər salaq. Tarixi həqiqətən də dağıdıcı zəlzələlərlə zəngindir. 1902-ci il. Bu tarix Şamaxı üçün əsl bir faciə oldu. Cəmi bir neçə an içində baş verən güclü təkan demək olar ki, bütün şəhəri darmadağın etdi. Amma maraqlıdır ki, zəlzələlər təkcə davutmur. Bəzən onlar nəsə yaradır da. 1139-cu il. Bu dəfə isə tamam başqa bir hekayə yaşandı. Gəncə yaxınlığında o qədər güclü zəlzələ oldu ki, nəhəng Kəpəz dağı çökdü. Nəticədə isə Azərbaycanın təbiət möcüzələri Göygöl və Marol göl yarandı. Bəs müasir dövrdə vəziyyət necədir? Xüsusilə paytaxtda risk nə yerdədir? 2000-ci il. Yəqin ki, çoxunuz bu güclü təkanı xatırlayırsınız. Xəzər dənizində baş verən bu zəlzələ Bakını çox ciddi şəkildə sirkələmişdi. Ciddi dağıntı olmasa da, bu hadisə əslində hamımız üçün ciddi bir xəbərdarlıq idi. Alimlər deyir ki, Bakı, Sumqayıt və ümumilikdə Abşeronda daha güclü təkanlar gözlənildi. Beləliklə, əsas sual budur. Region sürətlə inkişaf etdiyi halda növbəti böyük təkan üçün hazırıq mı?